Hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyim. Bir daha xatırladaq. 20 yanvar Asfar Arenada Premier Liqanın yaz mövsümü yarım final oyunu Lənkəran və Galaksi komandaları üzləşir. Fasilə Lənkəran 3-1 hesabı ilə öndə yollandı. Galaksi öndə görə. İkincisi də nə gözləyir bizi? Təbii ki, əsas məqamlardan biri, vurulası məqamlardan biri də Fasilədə məşqçilərin etdiyi məşvərət söhbətdir ki, oyuna necə yansıyacaq, ələlüksüz hesabda necə öz əksini tapacaq. Riyad nəzər aldım bunu. Baxış keçirəcəm 100%. Ruslan Poladov, Təmiraz Əmircanov, Eyvaydov, İlkin oynadı Əzizov, Ruslan Poladov, Cina dəyişmək istədi, 1 metr Rızayevin müdaxiləsi vardı, Fərd Abbasov, bir anlıq gözləməyim. Top itkisi ilə nəticələnir. Yanımızda kısıtlama var, əngəl var, ona görə yanımız aşağıdır. Eyvaydov, Ruslan Poladov, İlkin Əzizov, Əzizov topladı, Əzizov bir qədər riskli oynadı, Fərd Abbasov, Fərid qazandıqdan sonra da zərbə idi. İsmailov, Ruslan'la oynadı, Poladov. Geriyə qaydılar təbii ki. Biləmələr bir qədər də rəqiblərinin üzərlərinə çəkədə müdafiədə. Boşluqlar tapmaq yönümlüdür. Təmraz, diaqana doğru ötürmə. Poladov, Məhəmməd Əliyev. Özəl bir planşon gəldi. Poladov gəlişinə zərb indirdi Məhəmməd Əliyevdən. Keçid yoxdur. Digər cinatın yerinə yetiriləcək. Eyüp, ötürmə, indirilən zərbə. Zəmircanov dəqiq nədir, itirə bilmədi zərbəni. Məhəmməd. İsmailova qarşı qayda pozulub, 1 metr Rızayev qaydanı pozub. İki sənə fərqli olaraq Lənkəran heyətində biz Sabir Allahquliyevi də meydanda görürük. Elgin Abbaslı'nın yerinə meydandadır. Elgin isə ilk hissədə dubl etmişdir, bunu xatırlatmasını edib. İranlı komandada digər fərqli olması isə Fərd Abbasov idi. Həmsinin geri gəlmişəm. Vurgular ki, görüşdə tilsimi qapının kilidini Galaksi açmışdı. Sam Rəmzəyevin ifasında daha sonra Lənkərandan biz comeback geri dönüş izlədik. 0-1-dən 3-1 etməyə bacardılar hesabı. Elçin top meydan tərk etməyib, 1 metr Rızayev qazanır. Son müdaxilə Eyvaydovdan. Ədalət təmsilçisi Fasilədə məhz Galaksinin baş məqçisini sarı vərəqəyə cəzalandırmışdı. İndi isə Lənkəranın məqçisi sarı vərəqə görür. Yenigəllərimizi xoş gördük. Görüşün bitməsinə təxmin olaraq 20 dəqiqə yaxın bir müddət var mı? Sam Rəmzəyev, Fərd Abbasov, Nadar Məmmədov, Sabir Allahquliyev, Sabir, top artıq meydanı tərk edib out. Bəli, bundan sonra
Temraz Emircanov yayındı bir rəqimdən. Emircanov ötürməsi Ruslan Poladov. Gökhan Kartal. Elçin İsmailov. Gökhan Kartal. Temraz Emircanov. Elçin İsmailov. Lenkana bir gedər. Müdafiə çəkilir. Meydanı öz rayonlar hissəsində mövqe tutublar. Rəqib nəmlə qurmasına imkan tanıyırlar. Emircanov. Qapısından savayı hər kəs meydana Eqbaydonlu hissəsindədir Qalaksiyadla. Dəqiqələrdə onlara qol hava su kimi lazımdır. Gökhan. Fərdi müdaxiləsi var. Gaut. Gökhan Kartal. İkili oynadı Əzizov. Temraz Emircanov. İkili Əzizov. Gökhan Kartal. Gökhan Kartal. Emircanov. Gökhan zərbə yerlə. Gürbətov. Lokondan gəldi. Temraz Emircanov. Təzyiq var. Emircanov. Elçinlə oynadı. İsmailov. Samir Əmzəyev. Hüseyin Prinsipin əməl olunur. Topularda qaldığı üçün Əmzəyev və korner. Elçin İsmailov zərbə keçmir. Gürbətov. Mirmetər Rızayev. Poladov. Out. Gürbətovun ötürməsi keçmədi Elçin. Təmraz. Emircanov 2 nəfərin arxasından topu çıxarmaq istəyir. Dövlət təmsilçisi Dağ deyir. Poladov etirazlara görə vərəqə görür. Gün vərəqələr göydə uçuşur bir növ. Elgin Abbaslı. Diaqala doğru ötürmə. Başla zərbə keçmədi. İkili Əzizov. Gökhan Kartal. Samir Əmzəyev. Elgin var qarşısına. Əmzəyev taban ötürməsi. Elçin! İsmailov. Elçin İsmailov. Əmzəyevin məsultar ötürməsində Elçin topu qapıdan keçirdi. Yaxın küncü nişan aldı. Mehmet Ali bu zərbə qarşısına heç nə edə bilmir. 2-3. Hava su kimi lazım olan qol Qalaksiyaya gəldi. Bizi daha maraqlı mübarizə doğru daşıyır artıq. Lənkəran 3, Qalaksi 2 fərq minimumdadır. Sanki Lənkəran artıq müdafiə futbolundan hücum futboluna keçid alır. Elgin Abbaslı topun arxasında. Cərmə meydansasında vərdə kifayət qədər oyuncu mövqe Tobev tapşırığına bənzəyir Elgin. Mirzamirov. Mirov topu qapının bir xeyli üzərinə vurdu. Temraz Emircanov. Qaldan sonra Elçin. Bir qədər dincin alır texniki zonada. Seralişanov yenə meydana qayıdır. Əmzəyevə çatmadı. Mirzamirov təzyiq edir. Out. Gökhan Kartal. Kartal. Qapının üzərindən vurdu.
Mehmet Əliyev indi qapıdan zərbə ilə top oyuna daxil etməlidir. Elgin Abbaslı. Out olacaq. Nadar Məmmədov. Nadar. Kamranı doğru ötürməkdir. Qürbətov açdı top. Ədalət Qafarovun zərbəsi keçmədi. Əzizov. Gökhan Kartal. Yaqanla doğru ötürməyə yaxşı düşünmüşdü. Orada Poladov. Özünü çatdırmaq istədi. Elgün. Təmrals. Melis Əmirov. Əsər müdaxiləsi var idi. Mehmet Əliyev. Poladov. Varda bir dəqiqəlik təyəmat arası götürən tərəf Lənkəran komandası olur. Məhsin də oyuncularının yanına çağırır. Tapşırıqlardır. Hədsət ki, bəzi məqamlardakı iradlarını indi oyunculara bildirəcək. Poladov bir qədər əvvəl sarı vərəqi görmüşdü. Sanki həm üzr istədi hakimlərdən, həm də dərdini dedi bir qədər. Belə səsləndirək. Aleykümselam. Oyun bərpa olunmalıdır. Taymat bitir artıq. Elgün. İkinci Əzizov yerindədir. Əzizov. Sötürmə Gökhan Kartal. Dərsinə Mirzə Əmirov var. Gökhan. İlkinlə oynadı Əzizov. Gökhan Kartal. Gökhan yerli ötürməyə keçmədi. Mirmətə Rızayev müdaxilə etmişdi. Ədalət Qafarov. Mirmətə Rızayev. Əsər Alişanov. Ötürmədə səhvə yol verdi. Out. Ədalət Qafarov. Təzyiq var ona qarşı. Ədalət görə 2 nəfər nöqtəsindən nə edəcək? Təmrad çıxardı, top əksəmlə isə göstərəcəklər. Vahidov yayındı rəqibindən Eyüp. Ayaq saxladı Gökhan Kartal. Təmraz Əmircanov. Əzizov. Əzizov Ruslana doğru ötürmə. Poladov. Solda baş zərbəsi indirdi amma. Barbilə doğru alında ötürmə. Bir qədər kör nöqtə idi. Amma biləcək oyuncu yox idi həmin nöqtədə. Mirzə Əmirov. Təmrazın əlinə dəyir. Ədalət təmsilçisi davam edir. Gökhan Kartal. Ədalət Qafarov. Mirzə Əmirov sarı vərəqə görür.
Messi ikinci sarıdan qırmızı vərəqə gördü və meydanı tərk etməlidir. Görsətsəm birbaşa canlı yayım gedəcək bloka. Ona görə məcburam. Qısıtlamamız var, birbaşa yayım gedə bilər. Ömürlük də səhifə gedə bilər, aylıq da gedə bilər. Ona görə məcburam. Əslində qalsa bağlamalıyım elə məqamlarda, bağlamıram onları. Mən də başa düşün. Oyun bərpa olundu. Bir qədər agresif, gərgin anlar yaşandı. Messinin meydanı tərk etməsindən sonra isə oyun artıq bərpa olunur. Hesab 3-2-dir. Lənkəran 3-2 hesablı öndədir. Galaksi önündə indirilən zərbə keçmədi. Ruslan Poladov çevirdi. Alişanov. Topu qapıya yönəldə bilmir. Lənkəranın baş məqsisi. İkinci sarıdan qırmızı vərəqə gördü. Gökhan Kartal. Kamran Qürbətov. Bir daha qeyd edirəm. Lənkəran 3-2 hesablı öndədir. Galaksi önündə. Gökhan Kartal. Ədalət. Mümkün Əzizov. Təmraz yegana doğru ötürmə. Qürbətov. Yegana doğru ötürmə imkanı çatdı. Fərid Abbasov topladı. Fərid! İsmailov, Galaksinin əksi həmləsi ola bilər. Təmraz Əmircanov. İlk öncə top müdafiədən çıxarmalıdılar. Reyov ötürməyə ünvana çatdı. Elçin İsmailov və gol! Elçin İsmailov. Təcrübəli oyuncu. Qaca iş başındadır. Bunu rəsmiləşdirir. Galaksi 3, Lənkəran 3. Mənim saatımla görüşün bitməsinə 5 dəqiqə yaxın müddət qalıb. Amma oyunda bir qədər dayanmalar, durmalar olub. Odur ki, ədalət təmsilçisi kompensasiya edə bilər. İtirilən vaxtı bərpa edə bilər. Tabii ki, bunu 5 dəqiqə sonra biləcəyik.
Əzizov, Təmraz Əmircanov, İvaydov, Alişanov, itirdi topu Fərdi Abbasov, Fərid, Elgin oynadı Abbaslı, Fərid, Mirməkdə Rızayev, Kamranlı oynadı Qürbətov, Fərid, Əsgər var qarşısında Fərdi Abbasov, Əzizov orada Fərdin təzyiqi var idi. Təmraz Əmircanov, Əhməd Əliyevdən keçid yoxdur. İsam Rəmzəyev. Dəqiqələrdə təşəbbüsü ilə keçirməyə bacarıblar. Əsis Galaksi komandasından bəhs edirəm. Evaydov, Gökhan Kartal, Sam Rəmzəyev, təzyiq var idi, Fərid yerdə qalır, Eyüp qaydanı pozub. Amma dövlət təmsilçisi daha öncəki epizodda Samrə qarşı qayda pozuntusu olduğunu bildirir. Sadəcə üstünlük prinsipinə əməl olunurdu, üstünlüyə buraxmışdı. Referi bir qədər topun kimdə qalacağını gözlədi, daha sonra qərarını bildirdi. Elçin İsmailov canlı sədi yara bilmədi. İlkin Əzizov, Gökhan Kartal, Evaydov, İlçinə doğru ötürməkdir Məhəmməd Əliyev. Məsələsinə uzaqlaşdırdı Təmraz. Fəriddən yayma bacar Əmircanov ötürmək keçmədi. Fərid bu uzaqlaşdırmaq həmləsi idi. Gökhan Kartal, İlkin Əzizov, Qürbətov qarşıladı. İlkin Əzizov, Təmraz Əmircanov, Evaydov başla geriyə doğru zərbə idi bu alanlar. Məhəmməd yaxanla doğru ötürməyə. Sam Rəmzəyev, Lənkəran oyuncuları hesab üçüncü olsa da öndə təzyiq etmək istəyir. Təmraz, Gökhan Kartal sinəsi ilə çevirdi. Evaydov, Faydov alınmadı. Elzan. Qapıdan keçirə bilməmişdi Samir. Bir qol bir məhsullar ötürməliyə də qalıb Əmzəyev. Ayağın altında qalmışdı Dələk təmsilçisi ilə barışmaq olardı qərarda. Gökhanın müdaxiləsi vardı Elgün Abbaslı. Əzizov Funuş etməyə bacardı, təhlükəni sovuşdurdu. Mənim sağım artıq vaxt tamamlandı. Burada nə qədər davam edəcək? Ədalət təmsilçisi itirilən vaxtı kompensasiya edəcək, bərpa edəcək.
Mirmehdi Rzayev. Samir təzyiq var. Mehmet Əliyev. Əzizov yüksəldi və mənimsədi. Evaidov. Gökhan'la oynadı. Gökhan Kartal. Gökhan Kartal çevirdi son anda Qürbətov. Korner. Burada bir dəqiqəlik taymat olacaq. Taymatı götürən tərəf isə bu səfər Galaksidir. Kornerlə oyun bərpa olunacaq. İlgin açdı top, Elçin İsmailov. Qapı qapının üzərinə vurdu. İsam Rəmzəyev. Gökhan Kartal. Gökhan taban ötürməsi, İlginin müdaxiləsi var idi, out. Eyüp, Samir Rəmzəyev. Təmraz Əmircanov. Zərb indirə bilər, Təmraz. Qapının üzərinə meydanı tərk edir. Görüşün əsas vaxtından artıq 3 dəqiqə daha da oynanılıb. Neçə dəqiqə mübarizə davam edəcək bunu Zədələ təmsilçisi bilir. Həmzəyev, Mirmehdi Rzayevin də təzyiq edir. Təmraz Əmircanov. Sən toxunda Elçin İsmailov. Tamam, Qürbətovun təzyiqi vardı. Qürbətov presingeti qazandı. Out. Mirmehdi. Qürbətov. Ferdi Abbasov. Mirmehdi Rzayev. Ferit'le oynadı. Mirmehdi cina dəyişmək istədi. Mehmet Əliyevdə qalır. Əvvələ təmsilçisi adına nəzər yetirir. Gökhan Kartal. Deyəsən artıq vaxt tükənir, vaxt bitmək üzrədir. Gökhan, Mehmet. Qürbətov. Out. Təmraz Əmircanov. Yerdə qaldı, referi davam dedi. Top aydı müdaxilə yox. Elçin İsmailov. Əzizov. Gökhan Kartal. Time out 2 dəqiqə yarım olmuş. Həmzəyev. Ədalət təmsil elə bu əmlə də qarşılaşmanı bitirir. Yarım finalın ilk oyununda qalibi məyətimi mümkün olmadı. Komandalar sülh boğladı. Görünür ki, görüşün taleyi cavab oyuna qaldı görə finala. Kim vəsiqə qazanacaq? Hər komanda cavabında uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.